Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Xırdalan şəhəri Ağpark yaşayış kompleksində 3.2 sotda yerləşmiş 2 mərtəbə, 5-dir yoxsa 6 otaqdan ibarət 5 otaqlı, 5 otaqlı, 2 mərtəbə, 800 daş kürsülü villa çəkib sizə təqdim edirəm. Torpağı genişdir, 3.2 sotdur, həyəti, ağacı, qapısı, girişi. Deməli, burada həyətdə əlavə pesertifikası var. Qiymət çox əla bir qiymətdir. Bu pesertifikası, yəni yay mərtəbədə belə deyək, tam hazır formada, sərgəli, sanuzel nə qədər yığıbdır. Burada qəşəng ağaclığı var, bağı, baxlası. Evi 4 bir ətrafına dövr edə bilərsin. Sındırma var, ehtiyac yox. Evi 4 bir ətrafına dövr edə bilərsin. Deməli, qalxaq evə, kürsünü görürsünüz. Kürsülü, 2 mərtəbə, 5 otaq, qiymət əla bir qiymətdir. Deməli, daxil olur evə, saxla videonu. Və birinci mərtəbəyə daxil oluruq. Birinci mərtəbəyə daxil olan kimi geniş bir məktəb. Qeyd edim ki, mənzildə bəzi əşyalar qalacaq. Qismən əşyalı formada satılır. Deməli, sənəd Ağparkın müqaviləsidir. Yaxın zamanda çıxarış verilməsi gözlənilir. Gəl, bəricə tez gəl. Burada bizim sanitar qovşağıda uşaq yataq otağı boyda genişliyində bir sanuzelimiz var. Gəl. Bura bizim qonaq otağımızdır. Qonaq otağının 2 dənə pəncərəsi var. İşıqlanması çox əladır. İndi burada qismən əşyalar qalacaq deyəndə ev sahibi ilə əşyalar danışılacaq alan adam arasında. Və burada bizim bir yataq otağıdır. İş otağı kimi istifadə olunur. Gəl, qalxaq 2-ci mərtəbəyə. Mərtəbə asıb beton monolitdir. 2-ci mərtəbədə 3 dənə iri yataq otağı var. Deməli, qalxırıq 2-ci mərtəbəyə. Leşənlər hamısı bağalır. Leşənlərdir. Gəl. İkinci mərtəbəni görürsünüz, qəşəng ikinci mərtəbəyə qalxırıq. Burada bir yataq otağıdır, iri yataq otağıdır, çox genişdir. Dəyərli izləyicilər, bu evin satış qiyməti 235.000 manatdır. 235.000 manat, 2 mərtəbə, 5 otaq, Ağparkda villalar olan ərazidə yerləşir. 3.2 torpaqda yerləşir. Bu bizim ikinci yataq otağımız. Gəl. Burada bizim 3-cü uşaq yataq otağımız. Hamısının pəncərəsi qəşəng açıq. Prosta pəncərədə jaluzdan istifadə olunur. Biraz qaranlıq düşə bilər, amma qorxusu yoxdur. Qəti qorxusu yoxdur. Və burada bizim ikinci mərtəbənin sanuzeli. Bu evlə bağlı əlavə nəsə sual olarsa, evə baxmaq istəsəniz, aşağıda sağ tərəfdə bizim əlaqə nömrəsi var. Zəng edib məlumat alıb gəlib yerindəcə baxa bilərsiniz.